Polşada Yan Kazimir adına Lvov Universitetində şərqşünaslıq ixtisasının bünövrəsini qoymuş professor Məhəmməd Sadiq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr edilən beynəlxalq konfrans baş tutacaq. Konfransa dəvətlilər arasında Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov da yer alıb. Məhəmməd Sadiq bəy Ağabəyzadə ömrünün tədqiqatçısı olan Namaz Manafov konfransı may ayının 26-sından iyun ayının 1-nədək Polşanın Krakov və Varşava şəhərində keçiriləcəyini qeyd edib. Onu da vurğulayıb ki, mötəbər tədbirdə Azərbaycanı onunla yanaşı Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova və Azərbaycan Milli Elmlər Akademiyası Elmi İrs şöbəsinin müdürü, AMEA Ekspert Yoxlama Komissiyasının sədri, tarix elmləri doktoru Zenfira Hacıyeva da təmsil edəcək. Bu illəri Məhəmməd Sadiq bəy Ağabəyzadənin 160 illik yubileyidir. 160 illiyi tamam olur. Buna görə də Polşa və Azərbaycan Əlaqələri Cəmiyyəti 2 konfrans keçirməyi planlaşdırır. Biri Azərbaycanda, biri Polşada. Birinci konfransı Polşada keçirmək planlaşdırılıbdır. May ayının 26-sından iyunun 1-nə qədər. Deməli, burada Azərbaycanlı alimlər 3 gün tədqiqat institutunda arxivlərlə məşğul olacaqlar. Polşa Universitetində qarşılaşandan sonra 29'u may ayının 29'unda bilə-bilə görürsünüzmü nə gözəl gün seçilibdir. Azərbaycan Xalq Cümhuriyyətinin demək ki, bayramını qeyd elədiyimiz gün. Bəli, 29'unda Krakov şəhərində həmi sərgi təşkil olunacaqdır. Məhəmməd Sadiq bəy Ağabəyzadənin Polşa ilə bağlı həmən dövrdə çəkdirdiyi şəkillər, Krakov Universitetində, Lvov Universitetində çəkdirdiyi şəkillər və elə həmən gündə 160 illiyə həsr olunmuş konfrans olacaqdır. Qeyd edək ki, Məhəmməd Sadiq bəy Ağabəyzadə 1865-ci ildə Göyçayda dünyaya göz açmışdı. 1944-cü ildə Polşanın Lvov şəhərində dünyasını dəyişib. Əli bəy Hüseynzadənin əmsi oğlu olan bu şəxs Bakıda hərbi məktəb, Sankt-Peterburqda Topçular məktəbini və Şərqşünaslıq İnstitutunu bitirib. Türkistanda isə hərbi xidmət yolu keçmişdir. Rahim Məmmədov bugün informasiya proqramı üçün.